Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möhtərəm möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bəli, Kərbəlada biz mühüm dərslərin şahidi oluruq, mühüm dərslər öyrənirik və onlardan da biri Allahdan qorxudur. Allahdan qorxmaq bizim əlbəttə vəzifəmizdir. Və eyni zamanda bizim Kərbəla öyrədir ki, bir məsələdən də qorxumuz, bir məsələdən də nigarançılığımız olmalıdır. Əslində, qorxu deyərkən məsələ xof deyil, məsələ nigarançılıqdır. Yəni, insan daim nigaran yaşamalıdır axirəti üçün. O, Həzrət Əli əleyhissalamın ki, mehrabda qılıncla zərbətlədilər, o zaman məhşur bir kəlamı var. Fustu və Rabbül Kəbə, Allaha şükürlər olsun, mən nicat tapdım. Bu, onun göstəricisidir ki, 63 il ömrü sürən Həzrət Əli əleyhissalam 10 yaşından İslamı dərk eləyən, İslamı ilk qəbul eləyən bir şəxs 53 il yaşadı. Bu insanın həyatda bir dənə nigarançılıq oldu. Bir nigarançılıq oldu. O da bundan ibarət idi. Mənim sonum necə bitəcək? Bu nigarançılıqla bir ömrü yaşadı. Və ona görə o ömür o cür şərafətlə sona çatdı. İnşallah, öncəki birinci cümədəki danışdığımız mövzu var idi, yarımçıq qaldı. İnşallah, növbəti cümələrdə qismət olsa, onun barəsində danışarıq ki, qorxu və onun Allahdan qorxanın nümunələri, misalları nədən ibarətdir? Onlardan da biri budur ki, insan rəyasətə meyilli olmaz. Allahdan qorxan adam can atmaz vəzifə üçün, mənsəb üçün, hörmət üçün, mən kəlməsi üçün, elə bizim dinlənsəydə, arenada mən olum, söz sahibi mən olum, bunun üçün can atmaz. Düzdür, vəzifədə çalışar, amma vəzifəni özü üçün elə vəzifə bilər. Bundan başqa bir şey bilməz. Boynumun borcu bilər. Bundan nə üçünsə istifadə eləməyə çalışmaz. Bu mövzuda Həzrət Əli əleyhissalam bir kəlamı var ki, yəni bir ömür nigarançılıqla yaşayan Həzrət Əli əleyhissalam bir günləri İbn Abbasa öz cırıq çarıqlarını göstərdi. Deyir, o qədər yamamışdı bu çarıqları. Daha yer qalmamışdı tikmək üçün. İbn Abbas dedi ki, sən xəlifəsən. Gəl bu çarıqları dəyiş də. Dedi İbn Abbas, and ola Allaha, bax bu çarıqlar ki var ha, bunun qiyməti nə olar səncə bazarda? Dedi, buna qəpik də verməllər. Dedi İbn Abbas, and ola Allaha, bu çarıqlar məni üçün qiymətlidir rəyasətdən. Sadəcə mən rəyasəti bir vəzifə bilirəm, insanlara xidmət bilirəm, boynuma götürmüşəm. Yəni, cəmiyyət bu cür formalaşsa ki, mən boynuma bir iş götürmüşəmsə, bu mənim məsuliyyətimdir, bu mənim boynumdakı minnətdir, o zaman cəmiyyət düzələcək. Hərə öz oturduğu sahəsində düşünəcək ki, mən bu işə gəlib oturmamışam ki, burada çalım çapım pulu qazanım. Mənə bir minnətdir, Allah qoyub insanlara xidmət eləmək üçün. Ondan alım, bundan qopardım, bunun üçün göndərilməmişəm mən. Və eyni zamanda Kərbəla bizə öyrədir evlad tərbiyəsi və evlad tərbiyəsində də bizim qorxumuz olmalıdır, bizim nigarançılığımız olmalıdır. Quran-ı Kərim buyurur, Ya eyyuhəllədəynə əmənu qu ənfusakum və əhlikum naran və quduhan nas vəl-hicarə. Ay insanlar, qorxun, çəkinin, nigaran olun. Özünüz üçün və ailəniz üçün, evladlarınız üçün. Qorxun o cəhənnəmdən ki, onun odunacağı insanlardır və qaynar daşlardır. Qorxun. Evladlarımız üçün qorxmalıyıq, əzizlərim. Quran bunu bizə əmr eləyir. Evlad tərbiyəsində ilahi meyar. Evlad tərbiyəsində Allahın dini, Allahın şəriəti həmişə mühüm məsələ olmalıdır.
Evladımız təhsil almalıdır, evladlarımız oxumalıdır, evladlarımız işləməlidir. Amma mənəviyyat bunun yanında mütləq olmalıdır. Mənəviyyatı olmayan evlad hər nə qədər ali təhsil alsa da, onun mənəviyyatında həmişə bir boşluq olacaq, çatışmamazlığı olacaq. Din deyir ki, evladlarınızı şəriətlə böyüdün. Hədislərdə var, siz geciksiz tərbiyəni evladlarınıza başqaları verəcək. Biz evladımıza nə qədər Quran öyrətmədik, nə qədər hədis öyrətmədik, nə qədər şəriət öyrətmədiksə, başqaları evladlarımıza fəsad öyrədəcək, günahı öyrədəcəklər və onlar bizdən daha sürətlə bu işdə çalışırlar, daha bacarıqlı bu işdən çalışırlar və əllərindəki resurslar da kifayət qədər çoxdur. Hər cür təbliğatlar, nə bilim, ateizm təbliğ olunur, dinsizlik təbliğ olunur, ədəbsizlik təbliğ olunur, günah təbliğ olunur. Ona görə bizim vəzifəmiz nədir? Evladlarımızla müğayət olmalıyıq. Evladlarımıza elə ağılı kəsəndən şəriəti öyrətməliyik. Belə bir şey yoxdur. Evlad böyüyər, özü müstəqil sonra haçansa şəriət öyrənər. Yox, çox gec olur. Evlad böyüyür, 18 yaşına çatanda da biz onu yığışdıra bilmirik. Əlimiz çatmır, gücümüz çatmır. Artıq təsir imkanlarımızı itiririk. Ona görə din bizə nə deyir? Mütləq evladlarınızla məşğul olmalısınız. Və bunlardan da biri və bir nümunəsi də budur ki, Kərbəla ilə əlaqələndirsək, evladlarımız İmam Hüseyin məclislərində onlara bir iş tapşıraq. Hətta az yaşları da olsa belə. Qoy, onlar bir iş görsünlər. Məsələn, ayaqqabı cüddəsinlər, məsələn, su paylasınlar, məsələn, çay versinlər. Bu düşüncə ilə formalaşsınlar. Sabah gəlib buna İmam Hüseyin əleyhissalamın əksində, Peyğəmbərin əksində, şəriətin əksində söz deyəndə bu artıq formalaşıb. Məsələn, evdə bir balaca bir süfrə, bir çay süfrəsi düzəlt, qoy evlad orada xidmət eləsin İmam Hüseyin adına. Bunların təsiri böyükdür, bunların təsiri çoxdur həyatımızda. Biz onlara İmam Hüseyin əleyhissalamın evladlarına verdiyi tərbiyədən nümunələr göstərək. Necə Qasimi böyüdüb, necə Əli Əkbəri böyüdüb, necə Rüqəyyanı böyüdüb, necə onlar şəhadət eşqi ilə yaşayıblar. Necə xanım Rüqəyya o müsibətlərin içində 3 yaşlı bir qız uşağı məhrəm, naməhrəm məsələsini gözlədi Kərbəlada. Bunlar nümunələrdir və bu nümunələrdən evladlarımıza biz öyrətməliyik. Əziz Peyğəmbərimiz buyurur ki, heç bir valideynin övladına gözəl əxlaqdan daha üstün bir miras buraxması mümkün deyil. Bizim evladlarımıza biz çalışırıq, yaxşı cehiz verək, yaxşı ev alaq, yaxşı işə qoyaq. Əziz Peyğəmbərimiz buyurur ki, ən yaxşı verə biləcəyiniz miras evladlarınıza gözəl əxlaqdır. Gözəl əxlaq qədər onlara yaxşı miras qoya bilmərsiniz, deyir Peyğəmbərimiz. O qədər qızıl teşlər var ki, onun içində qan qusulu. Yəni, məsələ qızıl teş deyil evladlarımıza verməyə. Amma o qədər ailələr olub ki, çox kasıbçılıqla, elə bir parça çörəklərini şorla, pendirlə, o qədər bal kimi yiyiblər. Çünki mənəviyyat dolu olandan sonra ailələrdə problem o qədər yaşanmır. İslam bizə bunu vacib bilir ki, evladın tərbiyəsi ilə, ailənin tərbiyəsi ilə elə az yaşlarından məşğul olmalıyıq. Bunun üzərində çalışmalıyıq. İmam Hüseyin əleyhissalam Kərbəlada bir də bizə bunu öyrətdi ki, evladlarınızı çox istəyəcəksiniz. İmam Hüseyin əleyhissalam balalarını çox istəyirdi. Lakin evladlarınızı o qədər çox istəyəcəksiniz ki, bir gün Allah istəyəndə göz qırpmadan, tərəddüd etmədən o evladı verməyi bacarasın. Vətən uğrunda, torpaq uğrunda evladımızı verməyi bacarmalıyıq. Din yolunda evladımızı verməyi bacarmalıyıq. İmam Hüseyin əleyhissalam Əli Əkbər kimin evladını tarix bu cür yazıb. Deyirlər, yeganə şəxs idi ki, gəldi meydana icazə istədi. İmam Hüseyin əleyhissalam heç bir tərəddüd eləmədən dedi ki, oğlum, get. Get, birazdan Zəddün Peyğəmbər səni sirab eləyəcək. İmam Hüseyin əleyhissalamın qoyduğu yol budur. Düzdür, evladı çox istəyəcəksən. Quran bir dua öyrədir bizə. Ey Rəbbimiz, bizə
zövcələrimizdən və övladlarımızdan göz nuru bəxş elə. Onları gözümüzə nur qərar ver, gözümüzə çıraq qərar ver. Onları çox istəyək. Lakin Allah yolunda ehtiyac olarsa fəda eləməyi də bacaraq. Və onlara biz bunu tərqin eləməliyik, öyrətməliyik ki, Allah bütün sevgilərin zirvəsində dayanan sevgidir. Allahın verək izzətinə, cəlalına, əzəmətinə, Allah mütəal evladlarımızı, özümüzü, ailəmizi salihlərdən qərar versin inşallah.